Salam aleyküm. Buradan Azərbaycan xalqının hamısını salamlayıram. Allah Taala can sağlığı versin. Mənim bu dəfə xahişim bizim hörmətli prezidentimiz İlham Əliyev cənablarınadır. Liste prezidentimiz Mehriban xanımadır. Xahiş edirəm mənim səsimə səs verilsin. Mən dəfələrlə Bakı məşğulluq xidmətinə məktublar yazmışam. Mənim səsimə səs verilmir. Şəki icra nümayəndəsinə xahiş eləmişəm, mənim səsimə səs verilmir. Mənim xahişim bundan ibarətdir ki, mənim uşaqlarım balaca olan vaxtı mən getmişəm Şəki məşğulluğundan iş istəmişəm. Mənə 21 baş keçi təsərrüfatı yazıb. Elə bir ki, 23-də may ayında mənim eşimə gəlib baxış keçiriblər. Baxış keçirən vaxtı anam onkoloji xəstə olub, xəstəxanada olubdu. Atam da onun yanında olubdu. Yoldaşım da ona baxmaqdan təri orada olub. Söhbət də bundan ki, həmən onlar gələn vaxtı evdə bir dənə özüm tək olmuşam. Uşağım da xəstə olubdu, müəllim yanında olubdu. Balaca qızım da məktəbdə olubdu. Mən bu adamlara dedim ki, mənim qapıma gələndə, dedim ki, qardaş, gedim uşaqları da gətirim. Dedilər, yox, ehtiyac yox. Girdilər mənim qapıma, mən indi göstərdiyim bu toğlanı görürsünüz. Da bizdə toğla deyirlər, belə görürsünüz. Bu toğlaya gəlib baxış keçiriblər, bax. Dərvazası, qapısız adı. Bu toğlaya gəlib baxış keçiriblər. Çıxanda bunlardan soruşdum ki, qardaş, mənə keçi təsərrüfatı düşürmü? Qayıtdılar, deyilər, dayı, sənə düşür. Mən də bu düzünü axtarsa Latin əlifbasında oxumamışam. Mən 92-ci ildə məktəb qurtarmışam. Biz oxuyan vaxtı Rus əlifbasındayız. Rus əlifbasında oxumağıma görə mən oxumayıb ora qol çəkmişəm. Üstündən bir ay keçəndən sonra mən getmişəm Şəki məşğulluq xidmətinə. Oranın müdürü Abdullah müəllimin yanına. O deyib ki, Bakıdan gələn nümayəndələr səni yazıblar qeyri-qanunsuz ki, bu həyətdə bu adam yaşamır. Dəfələrlə olmuşam Şəkinin icra nümayəndəsinin qəbulunda səsimə səs vermir. Dəfələrlə olmuşam Şəki məşğulluq xidməti Abdullah müəllimin qəbulunda səsimə səs verilmişdi. Ondan sonra yoldaşımı yazıblar ora işçi kimi dövlətdən iş verməkdən təri yoldaşıma da iş verilmir. Mən üzümü tutub buradan bizim hörmətli prezidentimiz İlham Əliyev cənablarına, liste prezidentimiz Mehriban xanımdan xahiş edirəm. Mənim kimi kasıba heç nə tapırlar. İkinci başda olsa inək verilsin, gətirim gəlim uşaqlarıma süt qatıq olsun. Söhbət bundan gedir ki, 2 baş inəyi də vermədilər. Bizim televizor açırıq, diktot açırıq, efirlərin hamısını açırıq. Bizim prezidentimiz dəfələrlə deyir ki, qardaş, kasıba küsüba yardım olsun. Mən hələ ki, bu bizim Şəkin icra nümayəndəsi qəbulunda olmuşam. Heç kasıma birinə yardım edən görməmişəm. Söhbət hər yerin icra nümayəndəsi dəyişir. Amma bizim bu Şəkin icra nümayəndəsini dəyişən yox. Söhbət də bundan gedir. Mənim kimi fağırlar deyib, ona görə də o adama bata bilmirlər. Xahiş edirəm bizim bu hörmətli prezidentimiz İlham Əliyev cənablarından, liste prezidentimiz Mehriban xanımdan xahiş edirəm, mənim də səsimə səs verilsin.